Baxın, nədir alimlərdən birisi? Gözəl bir fayda. Duanın sirlərindən birisi. Sənin üçün dua zamanı uzanan bir müsibətdir. Yəni, dua edirsən, cavabı gecikir. Əslində, dua üçün sənin gözəl bir fürsətin ola bilər. Əgər sən çox dua edirsənsə, bil ki, duaların gecikirsə, bu Allah-Taala'dan sənin üçün bir imtihandır. Bu zaman səbr et, dua ilə davamlı ol, heç vaxt Allahın mərhəmətindən ümidsiz olma. Əgər bəlalar uzun çəkirsə belə, bu ayəni xatırla. Qulum məndən soruşduqda, mən ona yaxınam. Mən onun yaxındayım, yaxınlığındayım. Yəni, bir imtihan da ola bilər. Rəbbin sənin qəlbini yoxlamaq istəyir. Baxın, əgər sən bilsəydin ki, Allah sənə necə gözəl şəkildə tədbir görür işlərini, sən onun səni dua etdirməyə vadar etməsinə, səni ona yaxınlaşdırmasına sevinərdin. Ona yalvardığın, üst tutduğun üçün sevinərdin. Çünki Allahın verəcəyi genişdir, əsla daralmağa.